Elnur müəllim, salam. Salam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər kəs mənzillə təmin edilə bilər. Bilməz, müvafiq qanunvericiliyə əsasən Nazirlik tərəfindən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində sota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, həmçinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəllik qaydasında mənzillərlə təmin edilməsi nəzərdə tutulmuşdur. İmtiyazlı şəxslərə verilən mənzillər satıla bilər. Xeyr, satıla bilməz. Mövcud qanunvericiliyə əsasən dövlət tərəfindən imtiyazlı şəxslərə verilən mənzillər satıla bilməz. Eyni şəxs dövlət hesabına bir neçə dəfə mənzil ala bilər. Xeyr, ala bilməz. İmtiyazlı şəxslər dövlət tərəfindən yalnız bir dəfə mənzillə təmin edilir. Dövlət tərəfindən verilən mənzil tam təmirli olur. Bəli, dövlət tərəfindən imtiyazlı şəxslərə verilən mənzillər onlara tam təmirli şəkildə təqdim edilir. Mənzil növbəsində olmaq mənzilin həmin il veriləcəyi deməkdir. Xeyr, imtiyazlı şəxslərə mənzillər müvafiq normativ hüquqi aktlarda göstərilən müddətlər nəzərə alınmaqla növbəllik qaydasında təqdim edilir. İmtiyazlı şəxs təqdim edilən mənzildən imtina etsə, sonradan yenidən müraciət edə bilməz. Edə bilər. İmtiyazlı şəxs nazirlik tərəfindən ona təklif edilən mənzildən imtina edərsə, həmin şəxs mənzil növbəlliyindən çıxarılmır. Çox sağ olun Elnur müəllim. Təşəkkür edirəm.